Bugün sizə bir ifadə öyrədirəm. Had better. Ciddi məsləhətdir mənası. Ciddi. Yəni ciddi məsləhət verərkən işlədilir. Məna olaraq demək olar ki, yaxşı olaraq mənasında işlənir çox vaxt. Yaxşı olar ki, vergül. Məsələn, deyirik ki, yaxşı olar ki, dərs oxuyasan. You had better study. Yaxşı olar ki, dərs oxuyasan. Və yaxud deyirik ki, yaxşı olar ki, gecikməyəsən. You, yenə də you had better not be late. Gecikməyəsən. Qayda belədir. Had better plus verb 1. Feilin birinci forması işlənir. Bu zaman to işlənmir. Verbdən əvvəl to olmur.